Gözəl bir yorum yazıblar. Dedim inşallah bunu mən oxuyacağam. Yazıb ki, Allah daima köməyində olsun ki, insanlara sağlamlıqları üçün ciblərinə uyğun müalicələr paylaşırsınız, var olun. Siz səhifəmə baxsaz, görəcəksiniz ki, mənim səhifəm çoxdur. 4-5 dənə səhifəm var TikTokda və Instagramda, YouTube'da da var. İnsanlar məni görmədən öz sağlamlığına qovuşur. Və mən bunları çəkirəm ki, göstərirəm ki, insanlar bunları eləyin. Məni görmədən sağalırlar. Mən açığı heç istəmirəm də, yəni insanlar mənim yanıma gəlsin. Yəni bu mənim üçün də əziyyətli vaxtı, onların da gəlməsi. Mən şəhərdən də kənar yaşayıram. Mən açıq-aşkar reseptləri göstərirəm ki, gedin eləyin, sağalın. Mən özüm ağır xəstəlikdən və neçə xəstəliklə üzərimdə dəfələrlə saymışam. Mən bu yolları keçən bir insan kimi çox çətinliklər yaşadım. Və mən gördüm ki, insan özü buna qadirdir, sağala bilər. Sosial şəbəkələri ona görə açdım ki, insanlar bunu götürə biləsinlər. Mən özümdə, məsələn üçün 36 yaşıma qədər gedən ishal, ağlım kəsəndən, sonra babasıl xəstəliyi, mən də bağırsaq sistemi pisliyindən, ishal məni bezdirmişdi. Sonra böyrəklərimdə daş pristof verməkdən bezmişdim. Zobum da var idi. Qaraciyərimdə böyümüşdü, öz işini görə bilmirdi. Axırda da gəldi ağciyərdə onkoloji problem. Vəziyyətdən çıxmağa görə, böhrandan çıxmağa görə 9 dənə də mən ximya almışam. Mənim vəziyyətim gərgin idi. İndi bəzi insanlar gəlir yorumlarda pis şeylər yazanlar da var. Sözsüz dərhal görən kimi bloklayıram, gedir. Sözsüz. Amma nəzərə almırlar ki, bunu mənə ümumiyyətlə stres, həyəcan, belə şeylər olmaz. Mən belə şeylərdən qaçıram, mənlik deyildi. Mənim xəstəliyimdə onlar mənə pis təsir edir. Ümumiyyətlə stresdir, qorxudur, əsəbdir, həyəcandır və bunun üstünə də gələndə biz vaxtında yatıb, vaxtında durmayanda, düzgün də qidalanmayanda bu bizi hansısa ağır xəstəliklə yaxalayacaq. Ya bu şəkər xəstəliyi olacaq, ya mədə-bağırsaq sistemi, ya ürək qan damar sistemi olacaq. Ya bu ən pisi də odur ki, onkoloji xəstəliyə qədər gətirib çıxardır. Düzdür, mən belə deyim də, mən müasir tibbin müalicəsinin əleyhinə deyiləm, tərəfindəyəm. Düzdür, bizi vəziyyətdən, böhrandan çıxardır. Amma siz təbii ki, tam sağalmaq üçün sağlam həyat tərzi yaşamalısınız. Ümumiyyətlə, mənim tövsiyəm odur ki, sağlam həyat tərzi zamanında yaşayın. Xəstəlik tapmamış siz bunu yaşasaz, inşallah ki, nə həkim tanıyacaqsınız, nə dərman tanıyacaqsınız. Belə, vallahi ki, həkimlər özləri belə yüklənib. Niyə yüklənib? Təsəvvür edin ki, o vaxt məni ağciyərin üstündə gözəl bir həkim var. Məni əməliyyat edib də bu adam. Demək, buradan sinəmdən kürəyimə qədər kəsib, o ağciyərin arasında olan şişi götürmək istəyirdilər, götürənmədilər, yayılmışdı deyə bağladılar. O adam məni 3 saat əməliyyat edib, mən orada 20 günə qədər yaxın yatmışam, hər gün məni görüb. Təsəvvür edin ki, həkim necə yüklənib ki, mən bir müddətdən sonra yanına getdim, məni tanımadı. Məni tanımadı həkim. Gör nə qədər insan gəlir, gör bu insanlar, həkimlər nə qədər yüklənir. Biz onlar da yükləyirik. Biz sağlam həyat tərzi yaşaya bilərik. Vallahi ki, yaşaya bilərik. Əlimizdə düzdür, insanlar gəlir mənim yanıma deyir, mən də sağalmaq istəyirəm. Hər hansısa bir problemi var. İzah edirəm, başa salıram, görürəm ki, yalnız düşüncəsi qalıb qidada, ləzzətdə. Çörəkdən yayındırmağa çalışıram, görürəm, yenə də qayıdır, çörək mövzusuna qayıdır. Şirniyyatdan, şəkərdən yayındırmağa çalışıram, insan yenə də fırlanıb gəlir, o mövzuya ki, mən ondan yiyeyim. Ancaq yol axtarır. Ancaq ləzzət axtarır. Biz bir dənə qidalanmanı düzəltsək, sağlam həyat tərzi yaşasaq, valla görsünüz bir dəqiqə mən necə yorulmuşam. İnsanlar məni yorulur. Məsələn, nömrəm neçə nəfərlərdə var, insanlarda var, o ona verir, bu buna verir, o zəng gelir, bu səs atır. Adam var, xahiş edirəm sizdən, hər birinizdən məni tanıyan insanlar. Adam var mənə, baxıram ki, 4 dənə səs atıb, hərəsi 5 dəqiqə, 6 dəqiqə, 8 dəqiqə, 10 dəqiqə. Mən o qədər səsə qulaq asa bilmərəm.
qulaq asa bilmərəm. Mənim yürüyüşüm var, mənim idmanlarım var səhər axşam. Mənim isti soyuq su terapiyam var. Vaxtında yatır, vaxtında durmalıyam. Hələ bunları da qoydum qırağa. Mənim ailəm var, uşağım var. Mən də bunlara vaxt ayırmalıyam. Mən Allah üçün sosial şəbəkələrdə çəkib paylaşıram. Açıq. Necə dəmləyəcəksiniz, necə içəcəksiniz, ac qarnına içəcəksiniz, tox qarnına içəcəksiniz, nə edəcəksiniz? Bunlar hamısını mən göstərirəm. Mənim üstümə gəlməyin. Vallahi ki mən də yüklənmişəm. Mən o vaxtı deyirdim həkimlər niyə öz xəstəsini, pasiyentini axtarıb aramır. Vallahi ki mən onları indi artıq qınamıram. Qınamıram. Çünki görürəm ki mən özüm necə yüklənmişəm. Mən özüm. Dəhşət. Belə çalışın, sağlam qidalanın, sağlam olun. Allah verən ömrü qədər siz sağlam yaşaya bilərsiniz. Sizin öz əlinizdədir bax bu. Belə varlısınız. Bir də yorum yadımdan çıxdı. Bəli, mən insanların belə deyim də cibinə uyğun müalicə deyirəm. Müalicə deməzdim mən buna. Yəni xalq təbabəti illərlə olur. İllərlə, milyon illərdir bu xalq təbabəti gəlir. Və xalq təbabətinin özəlliyi, gözəlliyi ondadır ki, mən həm xalq təbabəti, həm də nişi sistemini mən bunların ikisini də gözəl bilirəm. Bunların ikisini cəmləşdirib insan yaşayanda bütün xəstəliklərdən sağalmaq olur. Maneə yoxdur burada. Sən şəkər xəstəliyindən tamam qurtulursan. Sən zob xəstəliyindən ömrü dərman atmaqdan qurtulursan. Sən mədə-bağırsaq sistemin düzəlir, qaraciyərin bərpa olur. Bir şeydən asılı qalmırsan. Belə.